Hər kəsə salamlar, sualım var rubrikasındayıq. Gəlin növbəti məktubla davam edək. Salam Aygün xanım. Mənim səsim çox zəif çıxır danışarkən. Qorxa-qorxa danışıram sanki. Eşitmirlər ətrafdakılar səsimi. Çox alçaqdan pıçıltı ilə danışıram. Elə bilirəm normal tonla danışıram, amma eşidilməyəndə anlayıram ki, yox, zəif səs imiş. Uşaqlıqdan həmişə belə olmuşam. Qorxmuşam sözümü deməyə. Kiməsə nəsə deyəndə hansı ki özümü müdafiəyə ehtiyac olur, düşünürəm ki, birdən səhv başa düşər, əks fikir deyər, səhv çıxaram orada. Demirəm, içimə atıram hər şeyi. Haqqımı tələb etmək məsələsi yəni. Kiməsə deyə bilmirəm ictimai nəqliyyatda məsələn, xanım söykənməyin zəhmət olmasa mənə. Beynimdə analiz edirəm, necə deyim ki, məni səhv çıxartmasın. Artıq əskik söyləməsin, utanmayım. Dərsdə də müəllimlərlə bəzən söz deyə bilmirəm. Baxıram bəzi uşaqlar qəşəng danışır. Müəllimlə normal. Bu situasiyadan situasiya dəyişir. Bəzən rahatlıqla sual verirəm. Bəzən isə tutur sanki beynimdə düşünürəm nəyi necə deyim ki, eşitsinlər, cavab versinlər. Bu gün bir söz soruşacaqdım müəllimdən. Qızlardan sonra mən idim ikinci olaraq. Başqa qızlar araya girdi, soruşdu. Mən də gözlədim. Axırda hamı qurtaranda sual verdim müəllimə. Bu məni narahat edir. Baxmayaraq ki, özüm yaratmışam bir növ o vəziyyəti. Yol verdim hamıya. Bu məni gündəlik həyatımda çox narahat edir. Bunun səbəbini qorxular olduğunu anlayıram. Bəzən üstəsindən gəlirəm, beynimə stop deyirəm ki, ağlına ilk nə gəlir de, sonrasını düşünmədən. Çünki düşünəndə gecikdirirəm və demirəm sözümü. Ümid edirəm fikrimi ifadə edə bildim. Bunun həlli nədir? Öncədən təşəkkürlər. Deməli, başlayaq. Özümə burada qeydlər almışam və xətlər çəkmişəm bəzi sizin dediyiniz. Baxın, gəlin elə misalınızı götürək ki, xanım, söykənməyin mənə. Ümumən sizin məktubdan mən görürəm ki, siz daxilinizdəki aqressiya ilə hələ ki tanış olmağa başlamamısınız. İnsan onda özünü müdafiə etməyə bacarır. Nə zaman ki aqressiyasını tanıyır. Canavarını tanıyır. Yox, canavar sadəcə aqressiya deyil, amma böyük parçası odur. Sizdə isə hələ ki bu faktor yaranmayıb. Bir söz belə, məsələn, narahatam deyirsiniz, amma hirslənirəm demirsiniz. Elə bil ki, düşünürəm ki, birdən səhv başa düşər, əks fikir deyər, səhv çıxaram orada. Demirəm, içimə atıram. Canavarınız hər hansı bir münaqişədə ya situasiyada qalib çıxmağa çalışır. Və hətta fikir versəniz, özünüzü müşahidə etməyə başlasanız, görəcəksiniz ki, siz beyninizdə daima kiminləsə savaşırsınız. Biz adətən aqressiyamızı dananda, anlamayanda ki, biz kiməsə hirslənirik və nəticə olaraq onu nə kontrol edə bilirik, yəni orada ya bastırmaq məcburiyyətində qalırıq, ya da partlayır çıxır. Bilmirik ki, necə davranaq, necə özümüzü müdafiə edərək. Çünki o aqressiya məndə yoxdursa, deməli mən ona sahib deyiləm. Onunla nə edəcəyimi bilmirəm. Ayarını tutura bilmirəm. Bilmirəm hansı situasiyada mən onu özüm müdafiəm üçün istifadə edə bilərəm, haqqım var, harda yox. Siz burada elə bil ki, görürsünüz, necə eləyim ki, səhv çıxmayım, necə eləyim ki, mənə söz qaytarmasınız. Hansısa yaradılacaq bir mükəmməl ssenariyodan danışırsınız. Harda ki, siz gəlib çıxış edəcəksiniz və özünüzə heç bir pretenziyanız olmayacaq. Məsələn, xanım, söykənməyin mənə zəhmət olmasa, burada aqressiyanızı görmürsünüz. Mənə demirsiniz ki, məsəl üçün, xanıma hirslənirəm, bəlkə də özünüzə demirsiniz. Çünki siz özünüzə orada icazə versəniz,
Deyirəm axı sizdə ya bastırmaqdır, ya da kobud. Deyərsiniz ki, kobud şəkildə, çəkil də nə yapışmısan məsəl üçün məndən. Nə var çəkil görmürsən durmuşam burada. Nəsə sərt və kobud şəkildə deyəcəksiniz deyə və o da qayıdacaq sizə hansısa cavab verəcək və siz orada artıq pərt olacaqsınız, emosiyalarınıza sahib olmayacaqsınız, biabır edəcəksiniz özünüzü. O səsinizin o aşağıdan o çıxmaması da ondan irəli gəlir. Ya mən partlayacağam, ya da susacağam. Qorxuram səsimi çıxartmağa. Çünki çıxanda birdən elə deyərəm, birdən belə deyərəm və mənə qarşı pretenziyalar olar. Mən özümü göstərməyə çalışdığım kimi qədər mükəmməl görsənmərəm ətrafa. Deyirsinizə, ikinci misalda ki, mənim sıram idi, ikinci mən deyəcəkdim. Amma yol verdim ona. Siz bunu adlandırırsınız, onlara yol verdim. Məsələn, yol verməsəydiniz, hüsnünüzü, qəzəbinizi o an görsəydiniz, o qızlara qarşı hansı ki, belə itələyib keçiblər qabağa, siz deyirsiniz, çəkil, çəkil, mən keçirəm qabağa. Ya da deyirsizə, ağlına nə gəlir de. O situasiyada düşünməyə başlayanda gecikirsən. Baxın, orada ağlına nə gəlir de, ya da ideal ol. Ən maraqlısını, ən düzgünü, ən belə valih edən cavabı sən denən. Bu iki seçim arasında qalırsınız. Özünüzə qorxursunuz düşünməyə icazə vermək, çünki siz orada düşünməklə məşğul olmursunuz. Məsələn, müəllimə sual verib, hə? Və siz nəsə cavab vermək istəyirsiniz. Bir var ki, mən mövzu odaklıyam. Fokusum ordadır və düşünürəm mövzu barəsində. Okay, bu budur, mənim bu mövzu barədə fikrim budur. Bir də harda fokus məndədir. Harda ki, mən paralamağa çalışıram. İstəyirəm ən düzgün, ən cool, ən bomba cavabı mən verim. Və mən cavabımı siz hiss edirsiniz ki, cavabınızı birdən-birə verməsəz, özünüzə birazca belə zaman tanıyanda siz düşünmə prosesi yox da sizdə daxili senzura başlayır. Və baskı gəlir ki, bax, ən doğrusundan, ən qəşəngindən, yaxşı ol, parılda. Və siz o qızlara əslində sıranı verəndə siz özünüzə bir növ zaman tanıyırsınız, harda ki emosiyalarınız bir növ yatışır. O qızların cavablarını dinləyirsiniz. Aha, okey, bu da super-puper bir şey demədi. Bu da super-puper, bu bunu dedi. Okey, mən də indi onlarla müqayisədə çox da uduzmayacağam. Qoy deyim. Amma ikinci sıra sizin olanda, onları dinləmədən siz danışmış olanda, siz onda elə bir ki fikirləşirsiniz ki, birdən mənim dediyim çox da maraqlı deyil. Birdən elə, birdən belə. Amma onları artıq onları dinləyib bitirəndən sonra siz daha rahatlıqla özünüzə bütün o vaxt ərzində də senzuradan keçirsiniz. Sonra da birazca özünüzü buraxıb ağzınızı açmağa zaman tanıyırsınız. Əsas da orada emosiyalarınız biraz yatışır. Baxın, siz aqressiyanızı insanlar nəsə edir və mən buna dözürəm kimi tanımlayırsınız. Aqressiyanı bunu deyirsiniz. İnsanlar nəsə edir və mən buna tab gətirirəm, dözürəm. Əslində isə elə deyil. Siz buna görə deyirsiniz ki, səbəbi qorxularım olduğunu anlayıram. Yox, qorxular deyil. Səbəb burada aqressiyadır. İnsan özünü axı daima daha çox zərər çəkmiş qurban tərəfindən tanımlayır və orada o qorxur, çəkingəndir, yazıqdır, özünü müdafiə eləyə bilmir. Və bu döngüdən çıxa bilmir, özünə kömək edə bilmir. Çünki eyni situasiyaya canavarından baxmağa çalışmır. Çalışın mənim dediklərimi burada sizə göstərməyə çalışdıqlarımı özünüzdə müşahidə edin və əgər görə bilsəz, qəbullana bilsəz yavaş-yavaş, onda siz başa düşəcəksiniz niyə özünüzü heç vaxt müdafiə edə bilmirsiniz, niyə çəkilirsiniz dala, niyə aşağıdan danışırsınız. Çünki dediyim kimi, ya siz partlayırsınız, mən ortada səncə, mən hamınız çəkilin, mən sizə dinləyirəm. Orada da var ya, deyirsiniz ki, eşidilmirəm, görülmürəm. Düşünürəm ki, hansında uşaqlıqdan belə olmuşam. İndi tapa bilməyəcəm onu. Amma orada əslində siz özünüzə etiraf etsəniz ki, mən onları vecimə almıram, mən onları eşitmirəm, onların dediyi mənə önəmli deyil.
mən özümü ortaya qoymaq istəyirəm. Ortada, mərkəzdə mən olmaq istəyirəm. İstəyirəm onların hamısını kənara itələyim, mən olum, mən eşidilim. Bax bu tərəfi görməyə başlasınız, onda sizə daha aydın olar ki, niyə siz hələ ki bu haldasınız. Aqressiya mövzusu çox mürəkkəbdir. Aqressiya, autoaqressiya barəsində çox danışıram. Özümdə də daima müşahidə edirəm bu mövzuları. İnsan özünün aqressiyasını görmək istəmir. Çünki o avtomatik olaraq özünü aqressiv insan adlandırır. O da aqressivsən, sən aqressivsən. Əslində isə aqressiyada hamı da var. Amma onu insan çevirir belə aqressiv insan, belə başdan ayağa sanki səhv və pis insana çevrilirdi öz gözündə. Ona görə əsla özündə mövcud olan o aqressiv manieraları, aqressiv atakları görə bilmir. Nə özünə qarşı, nə də başqalarına qarşı. Amma müşahidə etməyə başlayanda biz məsəl üçün görürük ki, biz gün ərzində əslində nə qədər hirslənirik. Oh my god, hər xırda şeyə görə, hər bir şeyi bizim istədiyimiz kimi getməyəndə biz hirslənirik. Sıraya getdilər, bizə söykəndilər, biraz gec verdilər, pulumu 3 saniyə gec qaytardılar falan filan. Yəni hər dəfə biz hirslənirik. Sadəcə bunu özümüzdə görmürük, müşahidə etmirik. Mən özümdə müşahidə etməyə başlayanda onda ilk əvvəllər yadımdadır ki, necə təəccüblənirdim. Fikirləşirdim ki, Allah bu aqressiya məndə harda yatırdı bu ömür boyu? Mən niyə görmürdüm, tanımırdım. Sadəcə onu fərqli adlarla adlandırırıq. Necə ki, siz burada deyirsiniz ki, mən dözürəm, insanlara dözürəm, tab gətirə bilmirəm, mən qorxağam, onlar edirlər, mən çəkinirəm, mən özümü qoruya bilmirəm. Məndə aqressiya var, mən hirslənirəm, mən aqressiya hiss edirəm bu dəqiqə deməyi öyrənsəniz və özünüzdə o tərəfləri görsəniz, yavaş-yavaş lazımlı zamanlarda və lazımlı tərzdə özünüzü müdafiə etməyi də bacaracaqsınız. Ən əsası da insan özündə o xoşa gəlməz cəhətləri görmək istəməyəndə, öz gözündə ideal qalmaq istəyəndə, orada çox güclü senzura olur. Və sizin o senzura bir növ daxilən orada deyir ki, baxma, göstərmə, indi belə deyərsən belə fikirləşirlər, indi belə eləyərsən cavab qaytarırlar, indi belə deyərsən pərt olarlar, indi belə deyərsən də o fikirləşirlər ki, aqressivsən, indi özünü qabağa salarsan alınmaz, səni səs çıxarda çaşıb qalarsan ki, nə deyəsən, biabır olarsan, ablom olarsan, tupoy görsənərsən. Görürsünüz necə senzura başlayır orada. Və bunun hamısını insan daxilindəki aqressiya kimi görmür. Görməyə başlayanda inanın ki, çox şey dəyişməyə başlayır. İnsan nə ilə işlədiyini, nə ilə başa-baş olduğunu anlamağa başlayır. Və artıq özünə kömək eləməyə yollar tapılır. Belə, bu qədər. Növbəti həftə yeni məktubla sizinlə olacağam. Sağ olun.